Salam əziz izləyicilər. Bu günləri qaldığımız yerdən davam edirik. Bugün sizlərlə öyrənəcəyik tək və cüt funksiyalar. Sonra öyrənəcəyik artan azalan funksiyalar. Sonra dövri funksiya, sonra mürəkkəb funksiya, tərs funksiya. Belə, bunlar haqqında danışacağıq. Birinci başlayırıq tək və cüt funksiyalardan. Tək və cüt funksiya nədir? Yadda saxlayın, hansısa bir fx funksiyasıdır tutaq ki. Bu funksiyada əgər f-in içində mənfi varsa, x-in içində, yəni f-in içində mənfi x varsa, o mənfi qabağa çıxırsa, bu tək funksiyadır. Tək funksiya, bunun tərifi belədir. Yox, əgər mənfi yox olursa, yəni müsbət fx olursa, bu adlanır cüt funksiya. Nə deməkdir bu? Lor dildə belə deyək də, x-in qüvvətləri cüt olanda axı mənfi gedirdi. X-in qüvvətləri cütdürsə, bax bu dediyim cümlələri qayıt dəftərinizə yazarsınız. X-in qüvvətləri cütdürsə, cüt funksiya, x-in qüvvətləri təkdirsə, tək funksiya adlanır. Və istisna bir qeyd var. Bütün ədədlər, fərqi yoxdur, tək ədəd, cüt ədəd, mənfi ədəd, nə bilim, sıfır, fərqi yoxdur. Bütün ədədlər cüt funksiyadır. Cüt funksiyadır. Bütün ədədlər cüt funksiyadır. Əgər görsəz ki, bu dediyim cümləni də qeyd edərsiniz. Əgər görsəz ki, bir funksiyanın içində həm tək funksiya var, həm cüt funksiya var, qarışıqdır. Onda buna deyirik nə tək, nə cüt funksiya. Bir dənə y bərabərdir 0 və fx bərabərdir 0. Bu dənə bu 0 funksiyasına deyirik biz həm tək, həm cüt funksiya. Həm cüt funksiya. Bir dənə buna istisnadır. Gəlin misallar üzərində izah edeyim sizə. Məsələn, bir dənə bizə belə bir misal verilib. X üstü 4 üstə gəlir 2x-in kubu çıx 5. Deyir ki, bu necə funksiyadır? Təkdir, cütdür, necə funksiyadır? X-in qüvvətinə baxın, cütdür, görürsünüz? Bu hələ ki cüt idi. Ədədlər həmişə cütdür. Bax, bu da cüt funksiyadır. Bu da cüt funksiyadır. Amma burada x kubu korladı, oldu tək funksiya. Yəni funksiyada həm tək var, həm cüt. Onda bu nə tək, nə cüt funksiyadır. Başqa bir misal. 2x üstü 8 üstə gəl 7. Bu baxın cütdür. Niyə? Çünki 8 də cüt ədəddir qüvvət olaraq. 8-ci qüvvət cüt qüvvətdir. Ədədlər hamısı cüt funksiyadır. Ona görə bu olur cüt funksiya. Cüt funksiya. Məsələn, belə bir sual. Y bərabərdir x üstü 5 üstə gəl x kubu üstə gəl x. Bax, bu tək funksiyadır. Niyə? Çünki x-in qüvvəti 5-dir, 3-dür, bir də burada 1 var. Ancaq təklərdir. Sizi belə bir şeylə çaşdıra bilər imtahanda. Yazar x çıx 2-nin mörtəzə kvadratı. Çox uşaq buna cüt funksiya yazır. Bu cüt funksiya deyil. Niyə? Çünki siz bunu müxtəsər kimi açmalısınız birinci. X kvadrat çıx 4, x üstə 4. Bundan sonra baxmalısınız ki, bax, burada cüt var. Bu onsuz da cüt funksiyadır, ədəddir. Amma burada 1 var, tək funksiya var. Bu nə tək, nə cüt funksiyadır. Bir də cüt funksiya, tək funksiyanı artıb azalma ilə qarışdırmayın. Artıb azalan funksiya başqa şeydir, tək cüt funksiya başqa şeydir. Məsələn, bizə belə bir funksiya verib, x üstü 40 funksiyası. Sizcə bu təkdir, yoxsa cüt? Təbii ki, 40 cüt ədəd deyənə qüvvət olaraq cüt funksiyadır. Onda, məsələn, f-2 elə f2 deməkdir. Çünki mənfi gedir. Yəni, burada 40-cı dərəcədə cütdür deyənə f-2 ilə f-2-yə bərabərdir. Amma bu, məsələn, y bərabərdir x üstü 39 olsa, tək qüvvət olsaydı. Amma burada f-2 f2-dən kiçik olacaqdır. Çünki burada mənfi qabağa keçəcəkdir. Bax, belə bir şey olacaqdır. Uzun sözün qısası, tək qüvvətdə mənfi qalır deyənə balaca olur. Cüt qüvvətdə mənfi gedir deyənə elə mənfi 2 müsbət 2 olur, mənfi 4 müsbət 4 olur. Topluda da buna aid suallar var. Yəni, cüt qüvvətlərdə mənfini silin getsin. Belə. Tək cüt funksiyanı da anladıq məncə. Görək, tək cüt funksiyada burada nə misallar var? Tək və cüt funksiya. Bir də mən sizə bunu deyim. Mən uşaqlarımı belə başlayıram. Bir də istisnaları var, qeyd kimi yazıram. Yadda saxlayın. Modul x həmişə cüt funksiyadır. Təkcə modul x olsa cüt funksiyadır. Trigonometriyada bir dənə kosinus cüt funksiyadır. Cüt funksiyadır. Bax, bunları yaxşı bilin.
Bu iki dənəsi cüt funksiyadır. Ədədlərdə onsuz da cüt funksiyadır. Bax, mən uşaqlarıma deyirəm ki, həmişə şagirdlərimə ki, cüt funksiyanı müsbət kimi düşünün. Cüt funksiyanı müsbət ədəd kimi düşünün. Tək funksiyanı mənfi ədəd kimi düşünün. Məsələn, mənim çaşdıraq imtahanda belə bir sual verir. X vur modul X. Deyər, bu təkdir yoxsa cüt? Bax, normalda modul X cüt funksiyadır, düzdürmü? Yazdım cüt. X-in üstündə 1 var, yəni bu da tək funksiyadır da. Biz təkləri mənfi kimi düşünsək, mənfi kimi, cütləri də müsbət kimi düşünsək, arada da vurma var. Mənfini müsbətə vuranda mənfi olmur. Yekun olaraq mənfi oldu. Mənfi də tək funksiya deməkdir. Deməli, bu funksiya tək funksiyadır. Çox gözəl yoldur əslində. Bu yolu başa düşən üçün çox asandır və gözəl yoldur. Belə. Məsələn, başqa bir sual. Y bərabərdir kosinus x vur sinus x funksiyası deyir. Təkdir yoxsa cüt? Kosinus cütdür, müsbət kimi düşünək. Sinus təkdir, mənfi kimi düşünək. Müsbəti mənfi vuranda mənfi olur. Deməli, bu funksiya tək funksiyadır. Və s. Bu belə. Başqa görək nə qaldı tək cüt funksiyada? Bunları öyrətdim sizə. Bu belə. İndi öyrənirik sizlərlə artıb, artan və azalan funksiyalar. Aha, bu ayrı bir anlayışdır. Artıb azalmaq tək cüt olmaq demək deyil. Artmaq qrafik olaraq göstərirəm. Məsələn, baxın, belə bir qrafik çəkirəm. Xətti funksiyanın qrafiki. Bu artandır. Hardan bilirəm? Soldan sağa doğru, bax, bir adam düşünsək, eskalatorda. Baxın, soldan sağa doğru yuxarı qalxır. Deməli, bu artandır. Məsələn, bu azalandır. Çünki adam, bax, buradan aşağı inir. Aşağı doğru inir. Bu azalandır. Yaxşı, qrafiklə çətin gəlirsinizsə, düsturla necə taparsınız? Yadda saxlayın. Birinci qaydasını deyim. Tutaq ki, biz x-lar qoyuruq. Bax, bir dənə fx funksiyası var. Fx funksiyası. Biz birinci buna x1 qoyuruq. Sonra x2, sonra x3, sonra x4 və nəhayət xn. Və getdikcə ədədləri artırırıq. Yəni, ən balacası x1-dir, ən böyüyü xn-dir. Biz ədədləri artırdıqca görürük ki, fx-imiz da artır. Yəni, belə bir şey olur. Belə bir şey olursa, buna deyirik biz artan funksiya və yaxud da azaldanda azaldırsa artan funksiya. Yox, əgər biz görsək ki, x-lar artanda fx-lar azalır, buna deyirik azalan funksiya. Bu azalandı, bu artandır. Nə deməkdir bu? Məsələn, mənə belə bir sual verib. Fx bərabərdir 2x üstə 1. Deyir ki, bu artandı yoxsa azalandı. Nə edirsiniz? Götürürsünüz imtahanda. X-in yerinə 3 dənə və yaxud da 5 dənə ədəd qoyun. Ən yaxşı ədədlər deyirəm sizə. -2 qoyun həmişə, -1, 0, 1, 2. Bəs eləyir. Baxın, sıra ilə də azdan çoxa doğru düzdüm. Bu qiymətləri bu x-lara qoyun. Əgər cavablar da get-gedə artırsa, bu artan funksiyadır. Azalırsa azalan funksiyadır. Məsələn, -2 qoyanda olacaq, f-2'miz olacaq. Bax, bura -2 qoyuram. 2 vur -2 üstə 1 olur -3. -1 qoyanda olur -1. 0 qoyanda olur 1. 1 qoyanda olur 3 və nəhayət 2 qoyanda olur 5. Baxın, cavablar da getdikcə nədir? Artdı. Cavablar da artırsa, demək ki, bu nədir? Artandır. Yox, əgər azalan olsaydı, cavablar azalacaqdı. Ən çox azalan funksiyalarda x-in qabağında mənfi olur. X-in qabağında mənfi olanda azalan olur, müsbət olanda artan olur. Elə də düşünə bilərsiniz. Bəzi funksiyalarımız var ki, həm artan, həm azalandır. Məsələn, x kvadratın özü ilə parabola. Həm artan, həm azalandır. Bunu həm ədəd qoyaraq bilmək olar. Məsələn, -2 qoyanda 4 alınır. -1 qoyanda 1 alınır. 0 qoyanda x-in yerinə 0 alınır. 1 qoyanda, yenə y yazdım. 1 qoyanda 1 alınır. 2 qoyanda 4 alınır. Baxın, ədədlərim getdikcə artır, amma cavablar biraz azaldı, sonra başladı artmağa. Yəni, gah artır, gah azalır. Tutmaq olmur. Ona görə bu, baxın, burada x-lar artdıqca y-lər gah azaldı, gah artdı. Tutmaq olmadı. Buna görə həm artandı, həm azalandı. Qrafik olaraq da həqiqətən də belədir. Baxın, x kvartı parabola deyil, baxın.
soldan sağa doğru birinci azalma gedir, sonra artma gedir. Həm azalır, həm artır. Yəni, qrafik olaraq da başa düşə bilərsiniz bunu. Bir də yadda saxlayın, azalan funksiyada hər şeyi əksinə götürürük. Məsələn, desək ki, tutaq ki, fx azalan funksiyadır. Azalan funksiyadır. Onda yadda saxlayın. Məsələn, f1 f2-dən böyükdür. Niyə? Çünki azalandır. Normalda 1-2-dən balacadır, amma azalan sözünə görə f1-in cavabı f2-nin cavabından daha böyükdür. Və yaxud da f3-də 1 kiçikdir f4-də 1-dən. Normalda 3-də 1, 4-də 1-dən böyükdür, amma azalan dediyinə görə kiçik olur. Amma artanda isə desək ki, fx artan funksiyadır. Artan funksiya desə, onda elə böyük olacaq. Məsələn, 2, f2 böyük olacaq f1-dən. f3-də 1 böyük olacaq f4-də 1-dən. Buna aid baxın, nümunə var burada. Məsələn, mənə deyir ki, elə birinci sualda. Deyir, bütün ərə toxunda azalan funksiya üçün, fx funksiyası üçün hansı ən kiçikdir? Azalan dediyinə görə ən kiçikdirsə ən böyük götürəcək. Ən böyük də burada 9-dur, B variantı. Bu suallara görə lazımdır bizə. Artan azalan funksiyada bu qədər. Gəldik bizdə indi dövrü funksiya, bir də mürəkkəb funksiya, bir də tərs funksiya. Onu da deyirəm, qutarırıq. Dövrü funksiya nədir? Dövrü funksiya. Dövr periodda bilirsiniz, həyatımız elə perioddan ibarətdir. Yəni biz daimi eyni şeyləri təkrarlayırıq. Məsələn, mən şagirdlərimə həftənin məsələn 2-ci, 4-cü gün dərs deyirəm, yenə təzədən 2-ci, 4-cü gün dərs deyirəm və s. Uşaqlar da məsələn eyni günlər təzədən dərsə gəlir, dərs oxuyur və yaxud da dərs oxumur. Yəni eyni şeylər təkrarlanır və yaxud da biz dururuq, yemək yeyirik, günorta, səhər, axşam, hər gün eyni şey təkrarlanır. Bax buna period deyirik, dövrü funksiyalar deyirik. T hərfinə işarə olunur dövr. Məsələn, deyir ki, dövrü 3 olan bir funksiyadır, fx funksiyasıdır, fx funksiyası və deyir ki, bu cüt funksiyadır, cütdür, özü verir bu şərti. Məsələn, mənə deyir ki, tutaq ki da, f-2 bərabərdir 4-ə, f-2 4-ə. Tutaq ki, f-7-də bərabərdir 8-ə, məndən bunu istəsin. Desin ki, tutaq ki, f, məsələn, mənfi, tutaq ki, 11, mənfi 11. Üstə gəl, f, tutalım ki, 24 tutaq ki, f24. Burada yazsın ki, f24 çıx, f-11. Bax, tutaq ki, bunu istəsin. Misal özümdən verdim, inşallah ki, bir səhv olmaz. Nə edirsiniz? Birinci növbədə cüt funksiya dediyinə görə, cüt funksiya axı mənfilər udurdu. Bütün mənfiləri silirik. Yəni, f-in içindəki mənfilərdən söhbət gedir. Yəni, bunun yerinə yazırıq f2. Buradakı mənfinin yerinə yazırıq f11. Yəni, olur f11 üstə gəl f24 böl f24 çıx f11. Bu çıxı silmirik, çünki işarədir. Sonra nə edirik? Bax, mənası budur ki, yəni mən ikinci gün 4 dənə dönər yedimsə, period 3-də axı, hər 3 gündən bir yenə eyni qədər yeyəcəm, eyni tempdə davam edəcəm və ya da 3 gün əvvələ geçsəm, yenə eyni şey yeyəcəm. Bunu da qısa həll eləmək üçün nə edəcəksiniz uşaqlar? Baxın, əsl orijinal yolu budur. F-in içindəki ədəd var, bu 11. Bu 11-i böləcəksiniz dövrə. Dövrə böləcəksiniz və qalığı tapacaqsınız. 11-i bölürük dövrə. Dövrümüz 3-dür, qalıq eləyir 2. Qalıq 2-dirsə, bu 2 F2 anlamına gəlir. F2-nin də cavabı nədir? 4-dür. Deməli, bura olur 4. Üstə gəl. Bu 24-ü indi bölürük dövrə. Dövrümüz 3-də axı, baxın, 3-də də dövrümüz. Qalıq da 24 yox. Səhv yazmışam. 24 yox, bizdə olmalıydı. Deməli. 31 olmalıdır. Üzrlü sayın, buranı səhv yapmışım. 31. F31. Çünki qalıq çıxmadı. Aha. 31-i bölürük. 31-i bölürük dövrə. Dövrə.
Buranı da F1 eləyək. Baxın, özümdən yazmışam, ona görə misal belə alın deyə. Bura 1 olsun. Aha, qalıq oldu nə? 1. Qalıq 1-dirsə, deməli biz F1-i götürəcəyik. Yəni 8-i. Böl, təzədən 24 deyil də, bu 31-dir. Olacaq deməli 8 çıx 4, yəni 12 böl 2. Bir dənə təzədən gedək indi. Buranı silirəm. Buraları silək. Bir dənə təzədən izah edeyim bu misalı. Buranı sildik, buranı sildik. Deməli, bura oldu F31, burada oldu F31 çıx F11. Baxın, belə elədik də. Buranı da 31 eləyək. Onu gördürəm ki, misal özümdən verdim. Burada 31. Aha, neynədik? Cüt funksiya dediyinə görə mənfiləri sildik. Bəs tək funksiya desək neynəcəkdik? Mənfini qabağa atıb hesablayacaqdıq. Neynədik? F-in içindəki ədədləri, yəni 11-i və 31-i böldük dövrə. Dövrümüz 3-dür. Alınan qalıqlar nədirsə, bax, qalıq burada 2-dir, burada qalıq 1-dir. Həmin qalıqlar F-in içindəki ədədlərdir. Məsələn, bu F2 deməkdir, bu F1. Onların da cavablarını vermişəm də, birinə 4 vermişəm, birinə 8. Apardım, yerinə qoydum. Oldu deməli nə? Burada oldu deməli 4, burada oldu 8, burada oldu 8, burada oldu 4. O da oldu 12 böl 4, cavab 3. Belə. Bu da oldu dövrü funksiyamız. Mənası da budur ki, məsəl üçün, mən F1-də tutaq ki, 5 dənə, birinci gün 5 dənə, məsələn, dönər yemişəmsə, dövr məsələn 3-dür. 3 gün sonra, yəni F4-də də 5 dənə dönər yeyəcəm. Və yaxud da birinci gün 5 dənə yemişəmsə, 3 dənə əvvələ qayıdaq. Məsələn, F-2-də də 3 dənə, 5 dənə dönər yeyəcəm. Çünki bura 5 dəxil. Mənası da budur. Gəldik nəyə? Mürəkkəb funksiya anlayışına. Mürəkkəb funksiya anlayışı. Mürəkkəb funksiyanın adı mürəkkəb. İnanın ki, bəlkə də ən asan bölməsi budur. İç-içə funksiyalar deyirlər. 2 dənə funksiya verilir. Məsələn, fx bərabərdir, tutaq ki, 4x çıx 1, gx bərabərdir, x kvadrat üstəgəl 3. Məsələn, mənə deyir ki, f-in içində j-ni tap. Nə edəcəksiniz? Baxın, burada içəridəki funksiyanı çöldəki funksiyadakı x-in yerinə qoyacaqsınız. Burada içəridə j-dir deyəndə, j-nin cavabını f çöldədir axı burada. F-dəki x-a qoyuruq. Bunu aparırıq, buradakı x-in yerinə qoyuruq. Olur 4 vur x kvadrat üstə 3, sonra çıx 1. O da olur, vurub açanda 4x kvadrat üstə 12 çıx 1, yəni 4x kvadrat üstəgəl 11. Məsələn, mənə deyə bilər ki, f, j, 1-i tap. Nə edəcəksiniz? Aparıb x-in yerinə burada 1 qoyacaqsınız. Çünki f-in içində j-ni tapmışıq da artıq. Qalıb 1 qoymaq olacaq. 4 vur 1-in kvartı üstəgəl 11, yəni 15. Başqa bir misal. Məsələn, bir dəfə imtahana belə bir sual düşmüşdü. Fx bərabərdir kosinus x-idir. Jx bərabərdir x kvadrat idi. Deyirdi ki, j-nin içində, daha doğrusu f-in içində j-ni tap. Nə edəcəksiniz yenə? J içəridədir, aparır j-dəki x kvadratını, buradakı x-in yerinə qoyuruq, olur kosinus x kvadrat. Bu qədər bəsitdir. Məsələn, bir dənə misal yazaq. Fx bərabərdir 6x üstə 2, jx bərabərdir 2x çıx 7. Bu dəfə desin, j-nin içində f tam. Bu dəfə f içəridədir, f-i aparırıq, buradakı x-in yerinə qoyuruq. Olur 2 vur 6x üstə 2 çıx 7. Onu da vurub açırıq, olur 12x üstə 4 çıx 7, yəni 12x çıx 3. Məsələn, mən desə ki, j-nin içində f2-ni tap, aparırıq, x-in yerinə 2 qoyuruq, olur 24 çıx 3, yəni 21. Bunu belə də yazmaq olar və yaxud da birinci f2-ni taparıq, f2-ni. Yəni f-in yerinə 2 qoyarıq da, bax burada. Olar 6 vur 2 üstə 2, yəni 14. Sonra 14-ü aparıb bura qoyarıq, olar, axı j çöldədir, 2 vur 14 çıx 7, yenə də eyni cavab alacaq, yəni fərqi yoxdur. Bu da bitdi və nəhayət sonuncu bölmə tərs funksiya anlayışı. Tərs funksiya. Birdən düşər də, ehtimal deyim. Bloka düşür, buraxılışa çox düşməsə də, amma düşə bilər. Tərs funksiya nədir? Adından bəlli, funksiyanın tərsi. Yəni, tutaq ki, bizə belə bir funksiya verilir.
bunun tərsini tap deyirsə, funksiyadakı x və y-in yerini dəyişirsiniz uşaqlar. Təzədən y-i tapırsınız. Bir də deyirəm, x-la y-in yerini dəyişirsiniz. X-a y, y-a x yazırsınız. Sonra təzədən y tapırsınız. Yəni, bu misalda belə olacaq. Y yerinə x yazıram, x yerinə y. Buradan təzədən y tapmaq üçün bunu bu tərəfə atıram. Olur 2y bərabərdir x üstə 1. Hər tərəfi 2-yə bölürəm. X üstə 1 böl 2. Üstünə də mənfi 1 yazım ki, yəni tərs deməkdə mənfi 1. Yəni, funksiyanın tərsi budur. Bax, bu funksiyanın tərsi budur. Başqa bir nümunə. Siz video təkrar baxarsınız. Məsələn, fx bərabərdir 6x kvadrat. Fx y deməkdir. Ona görə fx yerinə y də yaza bilərsiniz. İndi x və y-in yerini dəyişirəm. Olur x bərabərdir 6y kvadrat. Hər tərəfi 6-ya bölürəm. Olur x böl 6 bərabərdir y kvadrat. Y tapmaq üçün hər tərəfi kökə salıram. Çünki kvadrat kökə girsin ki, gərək kvadratdan qurtulaq da. Bu da olacaq y bərabərdir kök altda x böl 6. Funksiyanın tərsi oldu. Bəs kəsirlər olsa necə olacaq? Məsələn, y bərabərdir 3x çıx 1 böl 2x üstəgəl 6. Tutaq ki, deyir ki, bunun tərsini tap. Birinci əsl yolunu öyrədəcəm, sonra asan yolunu. Bu kəsirlər biraz çətindir. Y-ə x yazırıq, x-a y yazırıq. Olur, deməli, belə bir şey. Çarpaz vursam, olur x vur 2y üstə 6 bərabərdir 3y çıx 1. Vurub açsam 2xy üstəgəl 6x bərabərdir 3y çıx 1. Y-ləri bir tərəfə ataq, x-ləri bir tərəfə. Çünki bizim məqsədimiz y tapmaqdır. Olur 2xy çıx 3y bərabərdir mənfi 6x çıx 1. Y-i mörtəzə xaricinə çıxarıram ki, y tapa bilim. Belə bir ifadə alınır. Və y tapmaq üçün bunu gərək buna bölüm də. O da olur y-in tərsi olur. Deməli, mənfi 6x çıx 1 böl 2x çıx 3. Baxın, belə bir şey oldu. Belə bir şey oldu. Burada mənfidən qurtulmaq istəyirsinizsə, buradan mənfini çıxardaq 6x üstə 1 olsun. Buraların da yerini dəyişək. Belə deyək də. 3 çıx 2x. Bu mənfi artıq gedəcək. Çünki bunun qabağına mənfi atırıq da yerini dəyişmək üçün. Olur, deməli, 6x üstə 1 böl 3 çıx 2x. Baxın, belə bir şey olur. Belə bir şey olur. Bu da bunun oldu nəyə? Tərs funksiyası. İnşallah ki, səhv hesab eləməmişəm. 3y çıx 1. 3y çıx 1. 2y üstəgəl 6. Çarpaz vurdum. Deməli, 2xy üstəgəl 6x bərabərdir 3y çıx 1. Deməli, mənfi 6x çıx 1 böldüm. 2x çıx 3-ə. Hər tərəfi mənfiyə vurdum. Aha, düz eləmişəm. İndi bəs bunun qısa yolu necə yaza bilərik? Gəlin baxaq. Qısa yolunu nə edə bilərik? Qısa yolunda deməli, iki versə, baba, bura qalxıb, 2 verin, 6x olur. Sonra bu da bura gəlir. Gəlin bir dənə misal yazım. Orada nəsə burada düz gəlmədi. Bir dənə misal yazım. Məsələn, y bərabərdir 8x üstəgəl 6 üstəgəl tutaq ki 1 böl 2x çıx 7. Gəlin bunun tərsini tapaq. X-a y qoyaq, y-ə x qoyaq. Olacaq nə? X bərabərdir 8y üstə 1 böl 2y çıx 7. Vursaq, olacaq 2xy çıx 7x. Bax, çarpaz vururam da bunu da. Bərabərdir 8y üstə 1. Y-ləri bir tərəfə atıram. Məsələn, bunu atıram bu tərəfə, bunu atıram bu tərəfə. Olur 2xy çıx 8y bərabərdir 1 üstəgəl 7x. Buradan y çıxarsam 2x çıx 8 bərabərdir 7x üstə 1 yazaq da bunu. Hər tərəfi böləcəm y-in yanındakı ifadəyə, yəni olacaq 7x üstə 1 böl 2x çıx 8.
Baxın, belə bir şey olacaq. 7x üstə 1, 7x üstə 1. 2x çıx 8. Aha, qısa yolun buradan sizə başlayalım. Bayaqları nədəsə diqqət istəyirmişəm yəqin. Qısa yol belədir. Baxın, buradakı ədəd ilə buradakı ədədin yeri dəyişir. Amma x-ları birinci yazmaq şərti ilə də. Həqiqətən də baxın, işarə dəyişmir, ədəd dəyişir. İşarə olduğu kimi qalır. Yəni, burada olur y-in tərsi. 7 gedir ora, olur 7x. Üstə gəl 1-ə dəymirik. Aşağıdakı 2x çıxa dəymirik. Yuxarıdakı 8 gəlir aşağı. Ancaq ədədlərin, bu iki ədədin yeri dəyişir. Bu da bunun qısa yolu. Funksiya bölməsini tam bitirdim. İnşallah ki, bir problemimiz olmaz. Video təkrar baxın, tam başdan ayağa. Artıq bu 4-cü, 5-ci, deyəsən 4-cü videoda hamısını ətraflı izah elədim. Ondan sonra testləri işləməyə başlayın. Nə sualınız olsa kommentlərdə bildirin, kommentarlərdə. İnşallah cavablandıracağam. Dərsdə də öz şagirdlərimə deyirəm, dərsdə də bunlara aid çoxlu misallar işləyəcəm. Amma siz dərsi oxuyun, gəlin ki, yəni videolara təkrar baxın, başa düşün ki, misallarda anlayasınız. Sual-cavab da edəcəm dərsdə. Sağ olun.